Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Muhterem kardeşler, Fiqhul Müyəssər kitabından davam edirik və növbəti fəsil Mubtilatus Salah, namazı batil edən əməllər. Və inşallah bu fəsildə bunları xatırlayacağıq və mühüm bir məqamdır, mühüm bir fəsildir. Hər bir namaz qılan müminin, müsəlmanın bilməsi lazım olan bir babdır. Və birinci mubtilatlərdən, hansı ki namazı batil edən əməllərdən birincisi, dəstəmazı pozan hər bir feil namazı da pozur. Birinci bunu bilməliyik. Liənnə ət-taharətə şərtun lisihhətihə. Çünki taharət namazın şərtidir, onun səhih olması üçün. Ona görə də فَإِذَا بَطَلَتِ الطَّهَارَ بَطَلَتِ الصَّلَةِ. Əgər təharət batil olarsa, dəstəmaz batil olarsa, artıq namaz da batil olur. Bu bir ümumi bir qaydadır. Bunun üzərində çox şeylər bina olur. Hansı ki dəstəmazı pozan hər bir şey namazı da pozur. Bu birinci mubtilətdir. Sonra möhtərəm qardaşlar, ikincisi əd-dahik bisavt. Əd-dahik bisavt. Namazda səslə gülmək. Buna qahqahə deyirlər. Qəhqəhə ilə gülmək bu namazı batil edir. فَإِنَّهُ يُبْطِلُهَا بِإِجْمَعٍ. Yəni icma ilə, fəqihlərin icması ilə bu dahik, yəni səsli qəhqəhə ilə gülmək namazı pozur. Çünki kəlamdan liənnə əşəddu minəl kəlam. Yəni danışmaqdan daha şiddətlidir. Onu bilirik ki, namazda danışmaq namazı batil edir və gülmək qəhqəhə ilə və beləliklə bu da namazı batil edir. Sonra möhtərəm qardaşlar, sual oluna bilər ki, namazda xəfif gülmək, təbəssüm etmək bu namazı pozurmu? Xeyr. Əgər təbəssüm edərsənsə, xəfif gülmək namazı batil etmir. Necə ki, İbn-i Munzir və qeyriləri gətirirlər, nəql edirlər. Və möhtərəm qardaşlar, bir şey də xatırlayayım ki, namaz elə bir ibadətdir ki, ruknun min arkani İslam. İslamın ərkanlarından ən birincisidir kəlmə-i şəhadətdən sonra. Burada gülmək, qəhqəhə çəkmək və yaxud təbəssüm etmək sadəcə fiqh babında gələn məsələlərdir. Bunu hər bir mömin müsəlman bilməlidir. Ancaq heç bir müsəlmana, möminə yaraşmır ki, namazda təbəssüm etsin, namazda gülsün, namazda oynasın, namaza aid olmayan bir məsələləri ora daxil etsin. Çünki sahabələrin namazını oxusaq görərik ki, onlar hətta onlara verilən əziyyəti belə hiss etməzdilər namazda. Ona görə namaz inqita deyilir. Bəzi alimlər gətirir ki, namaz dünyadan ayrılışdır. Əgər həqiqi namazı təsəvvür etmək istəyirsənsə, namaz qılarkən insan dünyadan ayrılmalıdır. Bütünlük də dünyadan ayrılmalıdır. Ola bilər şeytan vəsvəsələr verir insana. Gəlir, hər məqamda yeni vəsvəsələr gəlir. Hətta insanın istəmədiyi vəsvəsələr ona gəlir. Ona görə namaz gülmək, qəhqəhə çəkmək oyun yeri deyil. Namaz ən ciddi ibadətdir. Və qiyamət günü hər bir müsəlmanın ən birinci sorulacağı ibadətdir. Və düşünün ki, insan həyatında ən üstün ibadətdir. Allah subhanehu və teala qiyamət günü qulunun namazına baxacaq. Əgər namazın düzgün olarsa, ondan sonra o birisi əməllərə keçiləcək. Əgər namaz düzgün olmazsa, ondan sonraki əməllər də zayi olar. Onların halı çətin olar, ağır olar. Ona görə möhtərəm qardaşlar, namaz qılarkən Allah Resulü sallallahu aleyhi və səlləm tövsiyə edir bizə. Eyni zamanda Quran-ı Kərimdə Müminun surəsi hər birimiz bilirik, oxuyuruq.
Allah Subhanahu ve Teala ayet-i kerimede buyurur ki birinci ayette قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ Müminler nicat taptılar. Yani kurtuldular. Hansı müminler? اَلَّذ۪ينَ هُمْ ف۪ي صَلَاتِهِمْ خَاشِعُونَ O kesler ki, o müminler ki namazda muti olarlar. Yani huşulu olarlar. Yani namazı kılarken ne ettiklerini bilerler. Namazla dünyanı qatışdırmazlar. Yani o müminler nicata çatdılar. Ona göre namaz kılarken diqqətli olmalıyıq. Və bilməliyik ki, yerlərin, göylərin sahibinin qarşısında durmuşuq. Ən əzəmətli bir məqamdayıq. Onu insan hər zaman dərk etməlidir ki, mən Rəbbimin qarşısındayam. Və Rəbbin səni görürmüş kimi ibadət etməlisən, namaz qılmalısan. فَاِنْ لَمْ تَكُنْ تَرَاهُ فَاِنَّهُ يَرَاكَ Sən onu görməsən də o səni görür. Bu artıq ihsan dərəcəsidir. Üstün bir dərəcədir. Ona görə namaz qılarkən möhtərəm qardaşlar, insan diqqətli olmalıdır. Bütün dünya ilə əlaqəsi olan hər şeyi kənara qoymalı. Hətta düşünün ki, hətta yemək süfrəyə gəlsə, namazı qılmadan buyurulur ki, əfzəldir ki, yeməyini ye, sonra namazını qıl. Nə üçün? Çünki sən namaz qılarkən sənə o şeytan onun vəsvəsəsini verməsin. Yeməyi sənə xatırlatmasın və sənin fikrin yayınmasın deyə yeməyini ye, rahatlaş, ondan sonra namazını qıl deyə Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə buyurur ki, namazda xuşunu ala bilək. Və namaza gedərkən tələsməyək ki, insan tələsdiyi zaman görürsən ki, namazda xuşunu tuta bilmir. Bu ikinci fiil idi, hansı ki namazın mubtilətlərindən idi. Üçüncüsü möhtərəm qardaşlar, el-kelamu amdən li gayri maslahatis salah. Namaz qılarkən danışmaq bilərəkdən, heç bir məsləhət olmadan. Zeyd ibn Arqam radıyallahu anhu rəvayət edir ki, kunna netekallamu fis salah. Biz deyir namazda danışırdıq. Bilirsiniz ki, əvvəllər namazın ilk əmr olunduğu vaxtlarda namazda, içkili namaza dururdular. Allah Subhanahu wa Taala ayət-i kərimə nazil etdi ki, namaz qıldığınız zaman وَلَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارًا Namaza yaxınlaşmayın, içkili olduğunuz halda. Bu nəyi göstərirdi? O zamanlar bir mərhələ var idi ki, içərək belə namaza dururdular. Ondan sonra namazı qatışdırdılar, namazda fəsad yayılırdı, fəsada səbəb olurdu. Ondan sonra Rəbbimiz tamamilə içkini haram etdi və eyni zamanda deyir, namazda danışırdıq. Yəni bizdən birimiz yanındakına sözünü deyirdi. Hətta nəzələt. Bu ayət kəlimə Bəqərə 238-ci ayə nazil olana qədər وَقُومُوا لِلَّهِ قَانِتِينَ Rəbbinin huzurunda durarkən qanitin, yəni xuşu ilə dur, sükunətlə dur deyə ayət kəlimə təfsir alimləri gətirirlər bu ayənin təfsirində ki وَقُومُوا لِلَّهِ yəni durun, لِلَّهِ qanitin. Qanitin orada sükunətlə, xuşu ilə durun deyə bu ayət kərimə nazil olduqdan sonra فَأُمِرْنَا بِالسُّكُوتِ وَنُهِينَ عَنِ الْكَلَامِ Və biz ondan sonra bizə əmr olundu ki, hədisdə gəlir, Allah Resulü sallallahu aleyhi və səlləm qadağan etdi. Hədis Buxaridə və Müslümdə gəlir, namazda danışmaq bizlərə qadağan oldu. Nətəkələm cəhrən əv nəsiyən فَاِنْ تَكَلَّمَ جَاهِلًا əv nəsiyən لَا تُبْدِرُ صَلَاتُ Əgər namazda cahil, yəni bilmədən hökmünü, cahillikdən danışarsa və yaxud unudaraqdan, bilmədən edərsə, la tubtilu salatu namazı batil olmur. Bu da möhtərəm qardaşlar, ikinci namazın batil edən əməllərdən idi. Üçüncüsü isə mururul el-mar'atul baliğa. Bilirik ki, namaz qılarkən, namaz qılanın qarşısından sünnədə, hədisdə gəlib ki, qadın keçərsə,
namaz batil olur. Və sonra hədisdə də Allah Resulü sallallahu aleyhi və səlləm hədisində buyurur ki, 3 şey, bəzi rivayətlərdə 2 gəlir, 2 şey namazı pozulmasına səbəbdir. Birincisi, qadın keçərsə namaz batil olur. Və sonra فَإِنَّهُ يَقْضَعُ صَلَاةُ الْحِمَارِ وَالْمَرْأَةُ وَالْكَلْبُ الْأَسْوَدِ. Sonra gəlir ki, qara it keçərsə. Bəziləri deyirlər ki, o tam qara it şeytandır. Və ümumən ləfz olaraq qara it gəlir, hədis Müslimdə gəlir. Və keçərsə namaz batil olur. Və bəzi rivayətlərdə uzun qulaq da gəlib, əgər keçərsə namaz batil olur. Və hər bir mömin, hər bir namaz qılan müsəlman ilk öncə sütrənsini götürməlidir. Çünki sütrə viqayədir, qorunmaq üçün səbəbdir möhtərəm qardaşlar. Baxırıq bəzi insanlar, bəzi namaz qılanlar görürsən ki, sütrəsiz məscidin ortasında namaz qılır. Və artıq sən qorumanı götürmədin. Ona görə əfzəldir ki, sən sütrəni götürəsən. Çünki təhlükələrdən özünü qorunmaq üçün. Və sünnədir ən əsası da. Və sütrən də yəni normal şəkildə olmalıdır. Yəni çox böyük məsafə olmamalıdır. Bəzi alimlər ziraəyn gətirirlər. 2 dirsək olmalıdır. Bəziləri 3 gətirirlər. Və qısa bir məsafə olmalıdır ki, sənlə sütrə arasında. Və hər bir namaz qılan da əfzəldir ki, o sütrəni götürsün. Sonra möhtərəm qardaşlar, 5-incisi kəşful avrati amdən, övrət yerinin açılması. Namazda görürsən bəzən olur, insanın övrəti açılır. Övrət keçən dərslərimizdə xatırladıq, dizlə kişilərdə göbək arası. Bu məqam, yəni bundan başqa yer açılarsa, bilərəkdən namaz batil olur. Qadınlarda isə bütün bədənin əzaları övrət sayılır, yalnız əllərlə üzdən başqa. Və övrət yeri açılarsa, kişidə və ya qadında artıq namaz, bilərəkdən namaz batil olur. Buna da diqqət etməliyik. Çox hallarda görürsən ki, namaz qılarkən bel açılır. Bel də artıq göbəkdən aşağıdır. Belin aşağı hissəsi daha doğrusu. Aşağı hissəsi övrətə yaxın yeri görürsən bəzən açılır. Ona görə o ehtiyatımızı götürməliyik. 6-cısı möhtərəm qardaşlar, namazı batil edən əməllərdən qiblədən yan çevirmək. Bunun da qısa bir şərhi var möhtərəm qardaşlar. Ola bilər insan namaz qılır, qiblədən deyək ki 10% az bir şəkildə qiblədən çevrilir. Bu namazı batil etmir. Alimlər gətirirlər ki, əgər istidara orada gəlir, hansı ki çox çevrilərsə, artıq onun namazı yenidən qılınmalıdır, namazı batil edir. Yəni az bir şey olarsa namaza xələl gətirmir. Çünki qiblə şartun li sihhatis salah. Şərtdir namazın səhhəti üçün. Sonra 7-cisi möhtərəm qardaşlar, ən-nəcəsə. Əgər paltarında nəcasət varsa və sən də onu bilirsənsə, artıq namaz batil olur. Namazdan çıxırsan və təmizlənib yenidən o paltarı dəyişib yenidən namaza girirsən. Əgər bilmədən o namazla tamamlayarsan və namazdan sonra bilərsən ki, paltarımda nəcasət var idi, onda nə edirik? Namaz səhihdir, qaytarmağa ehtiyac yoxdur. Ancaq namazın əsnasını biləriksə, o zaman namaz batil olur. Əgər namazın içində onu dəf edə bilirsə, məsələn, ayaqqabıdır, görür ki, ayaqqabının nəcasədir, həmən çıxarıb namazını davam edə bilər. Əgər çıxarmaq kimi bir imkanı yoxdur, mütləq namazdan çıxmalıdır, onu həll deyirlər, yəni o eyni olduğun halda o nəcasəti tərk edə bilmirsənsə, onda namazı batil edir və yenidən namazı qılırsan. Sonra 8-ci möhtərəm qardaşlar, hansısa bir rükünü tərk etmək. Hansısa bir rükünü
tərk etmək namazı batil edir. Bilərəkdən və üzürsüz olaraq. Doqquzuncusu, əl-əməlül kəfir min qeyri cinsiyəli qeyri zarura. Kəl-əkli və şurubi əmdən. Həddindən artıq çox hərəkət etmək, hansı yemək, su içmək bilərəkdən və insan da əyilir, balağını düzəldir və yaxud da ki, lazımsız işlər görür namazda, yəni bu həddindən artıq əl-əməlül kəfir, yəni çox əməl etmək namazda lazımsız, lüzumsuz, bu namazın batil olmasına gətirir. Ola bilər insandır, xəfif başı qaşınır və yaxud da ki, paltarı üzərinə düşür, ata bilər arxaya, libasını düzəldir, yüngül bir şəkildə, xəfif bir əməllər namazı pozmur, ancaq əgər çox bir əməl edərsə, misal da çəkilir ki, yemək, içmək kimi həddindən artıq insanın hərəkətdə olması, çox əməl etməsi namazın batil olmasına gətirib çıxarır. Sonra 10-uncusu, yeni bir rükün əlavə etmək. Ziyadət rukun. Beləliklə namaz batil olur. Namaza hansısa bir rükün gətirərsən, yenilik. 12-cisi isə ərkanları təammudu təqdimu bə'dil ərkan alə bə'd. Ərkanları bir-birindən qabağa keçirmək. Məsələn, səcdəni etmək, sonra rükunu etmək. Beləliklə, bu da namazı batil edən əməllərdəndir. 13-cüsü, möhtərəm qardaşlar, təammudus səlam qablə itmamihə. Bilərəkdən salam vermək, namaz bitmədən öncə. 14-cüsü, ət-təammud ihalətül mə'nə fil qiraə. Qiraətdə bilərəkdən və yəni onu insan mənanı dəyişəcək dərəcədə səhv oxuması və düzgün yerinə qoymaması, xüsusən də Fatihə surəsini, bu artıq namazın batil olmasına gətirir. Xüsusən də Fatihə surəsi, çünki çox alimlərin rəyinə görə liyənnə rukun, o rükün sayılır, çox alimlərin rəyinə görə, ona görə də Fatihədə əgər səhv oxuyarsansa, düzgün oxumazsansa, namazın batil olmasına gətirib çıxar. Və sonuncu isə fəshun niyyə, niyyəti bilərəkdən insan deyir ki, namazdan çıxdım deyə niyyət edirsən, artıq namaz batil olur. Yəni namazı, yəni insan əgər niyyət edərsə ki, namazdan çıxdım, artıq o namazdan çıxmış olur və beləliklə niyyəti pozulur. Yəni niyyə şartun, çünki niyyət şərtdir və şərt gedərsə artıq namaz da batil olur və beləliklə möhtərəm qardaşlar, bu mühüm fəsli də tamamladıq. Allah subhanehu və teala hər birimizi eşli faydalanlardan etsin və mubtilət, namazın bütün əhkamları vacibdir, önəmlidir və xüsusən də batil edən əməlləri hər bir müsəlman, hər bir namaz qılan mümin bilməlidir və bütün ərkanları da həmçinin bilməlidir ki, hətta görürsən insan imam durur və evdə görürsən öz ailəsinə imam durur və bir məqam gəlir, bilmir neynəsin. Ailə, uşaq qalır belə. Çünki sən artıq evdə ailə başçısısan və artıq imam durursansa və sən bu əhkamları ən azından bilməlisən, sənə vacib olan əhkamlar, namazda hansı əməllər batil edir, rükunlar hansıdır, səcdəni nə zaman edəcəm, bunları hər bir mömin bilməsi, namaz qılan bilməsi vacibdir və bunlara da diqqət edək, möhtərəm qardaşlar. Çünki namaz hər şeydən öncədir, hər şeyin başındadır. Namaza səhlənkar yanaşmaq olmaz. Əgər namaza insan əhəmiyyət verirsə, onun əhkamlarına riayət etməlidir ki, o namaza xələl gəlməsin. Çünki sən bir əməli düzgün yerinə gətirmək istəyirsənsə, mütləq onun əhkamlarını da bilməlisən ki, o namaz düzgün olsun. Allah hər birimizi eşidib faydalanlarını etsin. Və sallallahu və səlləmə alə nəbiyyina və həbibina Muhammed.